18-ci suala baxır. Deyir, universitetin yataqxanasına müxtəlif ölkələrdən bir qrup tələbə gəlir. Yeni gələn tələbələrin bayramlara, geyimə və qidaya münasibəti digərlərindən fərqlənir. Digər tələbələr bu fərqləri anlayışla qarşılayır və onlarla ünsiyyət qurmaqdan məmnun olduqlarını açıq şəkildə göstərirlər. Bu davranış onların hansı səriştəyə malik olduğunu göstərir. Baxın, biz səriştələr demişdik ki, təfəkkürlə bağlı, fəaliyyətlə bağlı və dəyərlərlə bağlı səriştələr var idi. Dəyərlərlə bağlı milli kimliyin dərki səriştəsi, fəal vətəndaşlıq mövqeyi var idi. Demokratiya, insan hüquqlarına hörmət var idi. Şəxsi və sosial məsuliyyət var idi və mədəni müxtəlifliyə hörmət səriştəsi var idi. Mədəni müxtəlifliyə hörmət səriştəsində biz nə demişdik? Demişdik ki, orada deməli müxtəlif etnik qruplardan olan şəxslərin dillərinə, dinlərinə, irqlərinə mənsub, ümumiyyətlə onların hər hansı adət-ənənəsinə görə onları qəbul etmək bacarığı səriştəsi idi. İndi isə baxırıq variantlara, deyir ki, fərqli mədəni xüsusiyyətə və dəyərlərə anlayışla yanaşmaq bacarığı. Elə doğru fikir də məhz budur. Fərqli mədəniyyətə, fərqli xüsusiyyətə malik, fərqli dəyərlərə malik insanlara neynəmək? Anlayışla yanaşmaq bacarığı həmin bu tələbələrdə formalaşıb. B variantında deyir ki, birgə fəaliyyət zamanı qarşılıqlı işləmək, qarşılıqlı burada işləmək, qarşılıqlı əməkdaşlıq, yəni fəaliyyəti yoxdur. Bundan söz gedə bilməz. Cəmiyyət qarşısında şəxsi öhdəliklərini dərk etmək. Xeyr, burada şəxsi öhdəlik cəmiyyət qarşısında dərk etmək fikri də yoxdur. Öz millətinə mənsubiyyət hissini ön planda tutmaq. Xeyr, bu bir növ milli kimliyin dərkində, milli iftixar hissinin şagirdlərdə və yaxud da tələbələrdə formalaşdırılması səriştəsidir. Hansı ki, orada Azərbaycançılıq ideyaları var idi. Azərbaycançılıq ideyası orada daha çox ön planda olurdu. Ona görə də öz millətinə aid mənsubiyyətin belə deyək, ön planda tutulması idi. Bu bizim situasiyaya bu da aid deyil. Son qalır ictimai proseslərdə fəal mövqe nümayiş etdirmək. İctimai proseslərdə fəal mövqeyin nümayiş etdirilməsinə aid də burada situasiya mövzusu yoxdur. Məsələ fərqli mədəni xüsusiyyətə və dəyərlərə anlayışla yanaşma bacarığıdır.